Onların fabrikasında da bu qablarda biz de özümüz de bunu yani fabrikasında. İçindeki şakalatlar. Laran fabrikasında ve hatta arkasında her bir şakalarında bizim çok yaxşı Çok güzel bunun tam küçüldüğü parçayı özüne bir daha yerim Hatta bir tane kağıt var. Bu halde laboratuvarlar, burada yok. Çeşitli kontrollerde var. Burada var, burada yok. Burada güzelliklə bağlı bir əlişlər var. Gördüyünüz kimi ayaqqabıların qoyulması üçün hətta mini qardırop kimi istifadə oluna bilər. Burada gördüyünüz kimi iplərlə düz etmişik. Eyni zamanda hər birində bizim güncə şagirdlərimiz edib. Gülqabı üçün və yaxud səbətlərin bəli qoyulması üçün və bu gülqabıda bunun kimi atılan tullantılardan istifadə olunub və hər birində yenidən emal olunub və ondan istifadə olunaraq bizim güncəllərimiz edib və rəngləməsində öz edib. Və bizim bir də Sizin grup rəhbəriniz kimdir? Siz Hayır. Dediniz iki grubunuz var da, düzdür mü? Sinif onlar dizaynerlik, kompüter, bir de 3D printerdən Ümumiyyətlə onlar. sizə heç bu günə qədər nə vaxt sifariş daxil olmuş, misal üçün bizim üçün belə bir şey hazırlayın. Bu öyle sifarişlə hazırlanır, bu belə də belə. Bunun iki insanı var. Daha sonra Satış olunacaq yoxsa yox? bu satılacaq, məhsul artıq sifariş verilir deyə hazırlanır. Bizim proqramda yoxdur. Sifariş verilib, şagirdlər də hazırlayıblar, onu təqdim edəcəklər üzərinə. Bunun digər variantda qalacaq məktəbdə nümunə olaraq. Elmi işi də var, şagirdlər onu bəli, təqdim edir. sizə axırıncı olaraq isə bir elmi işlə bağlı məlumat vermək istəyirəm. Bilirsiniz ki, meşələrdə bir çox yanğınlar olur. Bəli. Bəli. Biz meşələrdə bilirik ki, meşələrdə bir çox yanğınlar olur və bunların qarşısını almaq bizim üçün çox önəmlidir. Və meşələrdə olan yanğınların qarşısını bir qədər də olsun alınması üçün, azaldılması üçün bizim fərqli bir təklifimiz var. Belə ki, meşələrdə xüsusi qurğuların quraşdırılması tərəfdarıyıq. Bu qurğular quraşdırılır və eyni məktəblərdə yanğın üçün olan siqnal kimi bir mexanizmə sahib olacaq. Belə ki, yanğın olduğunu tüstüdən anlayır bu həmin qurğular və bu qurğular yanğın olduğunu anlar-anlamaz ilk olaraq 112 qaynar xəttinə siqnal göndərilir. Daha sonra isə O yanğını tüstüyür. bəli. Bəs o enerji hardan alır? Günəş panellərindən, hətta küləkdən də istifadə oluna bilər. Yəni fərqli panellərdən istifadə olunur. Onu hara quraşdıracaqsınız? Yəni meşələrdə ağacların üzərində. Yox, ora gün düşməyən yəni Ağacların daha da yüksək hissələrində və kənarlarda da qoşula bilər. Bu çətin sualın, yəni probleminizin çətin tərəflərindən. Sabahın alimlərinə qoşulmuşsunuz. Niyə qoşulmamışsınız? Yaxşı layihədir, biraz inkişaf edilir. Mütləq sabahın alimlərinə qoşulmalısınız. Çox təşəkkür edirəm. Yəni bu bilirsiniz sabahın alimləri müsabiqəsini siz? Bilirsiniz o müsabiqəsini? Təzəlikcə buradan da bizim qaliblərimiz oldu.
Çok güzel yani iştir. Yani genel olarak Bunun davamını da sizin demək istəyirəm. İlk olaraq 112 qaynar xəttlə siqnal göndərilir. İkinci olaraq ərazidə yüksək siqnalizasiya sistemi olacaq, səs olacaq. Orada yaşayan əhali və yaxud da ora gələn insanlar varsa, onlar da özlərini xilas edə bilərlər və yaxud da yanğın söndürməsinə dəstək ola bilərlər. Üçüncü olaraq isə xüsusi şəkildə proqramlaşdırılmış dronlara gedir. Zəhmət olmasa yaxınlaşa mən sizə dronun ilkin versiyasını göstərmək istəyirəm. İşığa görə tam görünmür. Bəli. Gördüyünüz kimi bu dronu mən özüm xüsusən 3D printer üçün istifadə etdiyimiz proqramda quraşdırmışam. 3D formasıdır. Baxın, bu dronun normal dronlar bizim məktəbdə istifadə edirik, amma bu dronun ayaqları daha uzundur. Burada qırmızı xəttlər olunan yerdə xüsusi bir tutma malik bir qab olacaq və həmin qabın içərisində də su olacaq. Əgər su dronun işləməsinə qarşı gələrsə, onun yerinə quru kimyəvi tozdan da istifadə edə bilərik, hansı ki indi də yanğın söndürməsində o tozdan istifadə olunur. Və həmin o dron, həmin o meşənin üzərinə doğru, yəni hansı ki meşədə yanğın olacaq, həmin o yanğın üzərinə gələcək və suyu buraxacaq. Belə ki, yanğın 112 gələnə qədər biraz da olsa böyüməsi qarşısı alınacaq. Bəli, eyni zamanda sizə həmin o qurğunun, belə deyim, siqnalizasiyanı mikrobitlərlə biz proqramlaşdırmışıq. Yəni bunun ilkin versiyasıdır. Gördüyünüz kimi mikrobitlər müxtəlif alətlərin proqramlaşdırılmasına istifadə olunur və biz bloklardan istifadə etmişik. Əvvəlcədən burada blokları hazırlanmışıq və buna bu şəkildə də qoşmuşuq. Gördüyünüz kimi alınacaq. Gördüyünüz kimi siqnalizasiya sistemi alınır və siqnalizasiya olduğu müddətdə də dronlar qalxır, uçur və həmin hissəyə gedəcək. Burada çox yaxşı layihədir. Çox təşəkkür Çox yaxşı layihədir. Bir neçə dənə sualı həll eləməlisiniz növbətdə. Birinci növbədə o üstünü duyma mexanizm deməyək, onun həssaslığı bilir. Nə qədər məsafədə bunu hiss edəcək. Çünki biz bütün meşəni çox aparat qoyan mərtəbə düzdür. Yəni demək ki, bu daha uzun məsafədən hiss edilir bunu. İkinci, o söndürə bilmə məsələsidir. Yəni başa düşürük ki, yəni o nə qədər böyük yanğın olacaq ki, onu son yer çatacaq, onun suyu da onu söndürə biləcək, ya da dronun ölçüsü alacaq. Bir də 3 enerji təminatı. Çünki siz ağacın başına qaldırıb ora enerji tıkla bilməyəcəksiniz. Bunları bir dənə suallara cavab tapsanız, məncə növbəti sabahın aylarında mütləq iştirak etməlisiniz. Təbii bunun layihə rəhbəri var kimsə, yoxsa siz olun. Kim dəstək verir bu layihəni düşünmədə, qurmada? Hamımız bəli özümüz İdeyanın müəllifi kimdir? İdeyanın müəllifi həm Faiq müəllimdir, Təklif həm də vermiş mən. müəllim şagird özü. Yox, bir dənə layihə, siz elmi rəhbər tapmalısan. Məsələn, bizim burada universitetimiz var da, Pedagojumuzda, Lənkəran Dövlət Universitetində. Mütləq inkişaf elətdirib gələcək, mütləq qoşulur. Uğur olsun, inşallah. Çox sağ ol.